Bura Yardımlı rayonudur. Dayandığımız yer rayonun Şılavancı kəndidir. Qarşıda isə biz Faizi, Nisəqala, Urağaran və digər kəndləri görürük. Şılavancı kəndi haqqında onu deyə bilərik ki, bu kənd çox qədim tarixə malikdir. Bu Şılavancı kəndi rayon mərkəzinə yaxın olan kəndlərdən biridir. Kənd haqqında daha ətraflı məlumat almaq üçün kəndin qoca sakinlərindən olan Əliş babaya müraciət edək. Salam Əliş baba, necəsiniz, nə edirsiniz, nə var, nə yox? Ay, sağ olun. Əliş baba, siz bu kənddə çoxdan yaşayırsınız? Biz bir neçə 100 il bundan qabaq yaşayırıq. Əliş baba, sizin neçə yaşınız var? Bizim 82 yaşımız, 82 yaşımızı keçir. Sizin də övladınız, nəvəniz, nəticəniz var? Bəli, var. 9 evladım var. 22 yaş nəvəm var. 22 yaş nəvəm var. 11 yaşda nəticəm var. Nəticəniz var. Əliş baba, bəs bu Şılavancı sözünün mənası nədir? Şılavancı sözünün mənası elə Şılavancı sözünün mənası odur ki, o vaxt cəmaat yaşayırmış burada. Şılavancı'da. Bir dənə heyvan gəlib yatıb orada, kəndin içərisində. Bir neçə dəfə onu aparıb yəsi, evinə qəşdərib, yenə vəz eləməyib. O heyvanlar gəlib yatıb burada. Ona görə o, elə o məskan salıb ki, Şılavancı şil öküz olduğuna görə elə Şılavancı adı keçilir. Çox sağ olun Əliş baba, Allah sizin uzun ömür, can sağlığı versin. Sağ olun, var olun. Sağ olun.